Şirkətində sürücü işi var yoldaşlar, amma sürücü işi elə təkcə neft şirkətində olan sürücü vakansiyasından ibarət deyil. Mən sizə başqa sürücü vakansiyalarından da bir neçə nümunə vermək istəyirəm, amma verəcəyim nümunələrdən ibarət deyil sürücü işləri. Digər sürücü işlər də var. Sadəcə mən sizə daha yüksək məqqul olanlarını nisbətən seçib paylaşıram. Bir təxminən 4 dənə sürücü işindən bəhs etmək istəyirəm bu videoda. İlk öncə neft şirkətindəki sürücü işindən bəhs etmək istəyirəm. Deməli bu işin tələbi budur ki, yoldaşlar, ən azı 20 yaşınız olmalıdır, ən azı. Bundan əlavə B, C, D, Y kateqoriyanız olmalıdır. Burada çünki yoldaşlar bir neçə vəzifə var. Belə ki, sürücü var, sonra sürücü maşinist var, sonra sürücü traktorçu, maşinist variantı var. Deməli, bu neft şirkətində olan işdir. Bu, sizdən tələb edir, avtomobil idarə edilməsi üzrə ən azı 3 illik sürücülük təcrübəsi tələb edir. Burada servis xidməti də mövcuddur. Avtobusdan gedib gələ bilirsiniz. Burada əmək haqqı artıq, belə deyim, qeyd olunmayıb yoldaşlar. Bu artıq müsahibə zamanı bəlli ola bilər. Bu işə də müraciət etmək üçün CV-niz olmalıdır. CV ilə müraciət etməlisiniz. Onunla da bağlı çətinliyiniz varsa dəstək verə bilərik sizə. Sonra keçək növbəti vakansiya. Bafco şirkətində var sürücü işi. Bunun əmək haqqısı açıq aydın bəllidir yoldaşlar. 900 manatdır. Burada yaş həddi var. 50 yaş olmalısınız ən azı. Yəni 50 yaşdan aşağı olmamalısınız. 50 və daha yuxarı olmalısınız. B kateqoriyası tələb eləyir. Bir də sürücü işi yoldaşlar 30-65 yaş aralığında olan şəxslər üçün var. Bunun əmək haqqısı isə bu da 1000 manat civarındadır. Fərəz şirkətindədir. Ən az 3 illik iş təcrübəniz olmalıdır. Belə bir variant var. Sonra ailə sürücüsü işi var yoldaşlar. Öz maşınınızla ailə sürücüsü fəaliyyəti göstərəcəksiniz. Şəxsi sürücü işidir, belə deyək. Burada müdir ilə gün ərzində şəhər içi obyektləri gəzirsiniz. Ailə üçün şəxsi səfərlər eləyirsiniz. Avtomobilə dair tələblər var, çünki dediyim kimi öz maşınınızla ailə sürücülük fəaliyyəti icra edirsiniz. Ona görə də öz maşınınız komfort və biznes olmalıdır. Maksimum 2 motor olmalıdır. 92 olmalıdır və yaxud da dizel olmalıdır. İli də 2018 olmalıdır ən azı. Təmiz və səliqəli olmalıdır. Yaş həddiniz olmalıdır ki, 50-dən yuxarı olsun. Təcrübəli sürücü olmalısınız. Belə bir variantı da var. Səhər saat 8-in yarısından 7-yə kimidir. Başlanğıc aylıq əmək haqqısı 9 manatdır. Əlavə yağ dəyişmə və ya yanacaq xərcləri də ödənilir yoldaşlar. Bu işlərdə müraciət etmək üçün CV-niz olmalıdır. CV-niz yoxsa onunla da bağlı dəstək verə bilirik. Ümumiyyətlə, bu və bənzər digər işlərlə də tanış olmaq istəsə, və ya da fərqli işlərlə də tanış olmaq istəsə, iş tapmanıza çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi kanalda qeyd olunubdur. Siz bu videonu harada görürsünüz? YouTube-da mı görürsünüz? YouTube-da görürsünüzsə, kanala diqqət edirsəniz, orada əlaqə vasitəsini görə bilərsiniz. Yox, əgər TikTok-da görürsünüzsə, o zaman da bu Toğrul Əcəb adlı kanala daxil olun. Videonun adının altında olan Toğrul Əcəb sözünə toxunaraq. TikTok kanalına daxil ola bilərsiniz. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var.